Salam dostlar, sizi yeni videomda hoş gördük. Bugünkü videomda Type-check ve Typecast'dan danışmaq istəyirəm. Amma onlardan əvvəl eni haqqında məlumat vermək istəyirəm. Eni əslində bir tipdir. Necə string kimi, integer kimi, boolean kimi və s. Sadəcə eni bu saydığım bütün tiplərin əsasıdır deyə bilərik. Yəni bir dəyişənin tipi eyni olduqda, bu dəyişən əslində istənilən tipdəki məlumatı özündə saxlaya bilər. Yəni eyni həm integer, məsələn, integer olan bir value heç vaxt stringi saxlaya bilməz. Amma eyni istənilən dəyəri özündə saxlaya bilər. Məsələn, nümunə göstərmək istəyirəm. Yəni normal yazdığım kimi yazıram. Buna salam dedim. Error qızarmır, gördüyünüz kimi 3 yazdım, qızarmır. Belə. Budur eyni əslində. Sadə dildə belə izah eləmək olar. İndi isə danışmaq istəyirəm sizə Type-check'dən. Type-check nədir? Type-check is operatorudur əslində. Adından da rahatlıqla bilmək olar. İngiliscəsində tipin yoxlanması deyilir buna. Nədir bu? Məsələn, gördüyünüz kimi yuxarıda eni var. Eni tipində bir dəyər var. Lakin mən bu dəyərin hansı tipdə olduğunu bilmirəm. Yəni bu əslində stringdir, amma mən bunu bilmirəm. Amma bunu yoxlamaq istəyirəm. Bəs bunu necə yoxlayaram? Bunu çox rahatlıqla yoxlarım deyim. Is burada bizim köməyimizə gəlir. Məsələn, deyək ki, əgər value is ingiliscə tərcümə olunanda dur kimi tərcümə olunur. Dəyər string dirsə, gördüyünüz ingiliscə necə tərcümə olunur, elə də əslində yazılır. Nə çap eləsin? Mən istəyirəm ki, value-nun uzunluğunu çap eləsin. Bu formada əslində dur şəkilçisi kimi. Yəni əgər belədirsə uzunluğunu çap elə deyə bilərəm. Ya da heç belə də demərəm. Deyərəm ki, value is, məsələn, belə yaz ekrana. Value is int. Belə də, yəni bu formada. Sadəcə başa salmağa çalışıram sizə. Bu is nə üçün istifadə olunur? Eləcə də isin inkarı. Məsələn, deyə bilərəm ki, else yazaram bura. Else. If. Deyərəm ki, value string deyilsə, bu zamanda ekrana value is not string çıxartsın. Burada bu arada səhv yazmışam. Üzr istəyirəm. Yəni bu da belə. Əslində başa düşülməsi o qədər çətin bir şey deyil. Sadəcə bu da nida olduğu üçün qarşısına is not deməkdir. İşləsin. Value is string çıxdı. Niyə? Çünki 3'ü dırnaq içərisində yazmışam. Value is not string. Bu formada dostlar. Əlbəttə bunu when-dən istifadə edərək də yazmaq olur. Hansı ki, bizim işimiz daha da asanlaşdırır. Necə? Yəni, nə mənada asanlaşdırır? Bir dəfəyə bir çox tipdə olub olmamasını yoxlamaq olur. Məsələn, yazaram when value. Əgər value intdirsə, məsələn, value is int və ya stringdirsə, value string sözü çap olunsun. Digər hallarda da bilinməyən tip sözü çap olunsun. Bu formada da ola bilər təbii ki, burada da value is int sözü çap olunur. Və indi bu hallarda bizim əslində çox köməyimizə çatır. İndi isə Typecast'dan danışmaq istəyirəm. Type-check'dən danışdıq. Bəs Typecast nədir? Bu da bu formada yazılır əslində və as və
bu iki işarənin köməkliyi ilə typecast öyrənə bilərik. Nədir bu? Məsələn, bizə n-nin dediyim kimi dəyişən tipini biz bilmirik. Və bu zaman məsələn istəyirik ki, dəyişən tipini bilməyəndə bu dəyişənin uzunluğunu tapmaq və ya məsələn stringə aid ilk böyük hərfli bütün hərflərini böyütmək və s. Məsələn, stringə aid əməliyyatları icra etmək istəyirəm, amma bunu int-in üzərində desək, əlbəttə proqram exception verər. Bu halın baş verməməsi üçün əslində biz typecast-dan istifadə edirik. Typecast burada köməyimizə çatır. Məsələn, tutaq ki, istifadəçi bir dəyər göndərir bizə və biz bu dəyərin hansı tipə aid olduğunu bilmirik. Bu zaman proqram error verməməsi üçün əslində as və as sual işarəsindən istifadə edirik. Necə istifadə edirik? Bundan danışmaq istəyirəm. Məsələn, burada value var mənim. Və mən istəyirəm ki, bu value-nu neyim? Mən belə deyim, as kimi deyim, value as string. Bunu string eləyim. Sağlam. Value as string. Bu zaman mən çap eləyəcəm name'in uzunluğunu. Deməli, as əslində təhlükəlidir. Ondan danışım. Birincisi görürüz ki, uzunluğunu çap elədik. Niyə təhlükəlidir? Çünki dəyişənin tipi uyğun gəlməsə proqram xəta verib dayanacaq. Yəni ki, siz əgər as ilə çevirmək istədiyiniz tip uyğun gəlmirsə, xəta baş verir. Hətta xəta olan halına da nümunə yazmaq istəyirəm. Məsələn, yazıram ki, int. Bu əslində xəta haldır. Çünki int deyil. Gördüyünüz kimi exception verdim. Çünki int deyil. Bəs bunun qarşısında necə var? Çünki indi istəyəcəksiniz ki, axı mən dedim ki, bunu value-nu mən istifadəçi verir və mən istifadəçinin dəyər verəcəyini bilmirəm. Yəni bilmirəm. Tutaq ki, ümumiyyətlə bilmirəm value nədir. Yəni mən hər dəfə bunu necə yaza bilərəm ki, məsələn mən burada hazır götürdüm, string kimi yazdım. Deməli bilirəm də, yəni onda niyə az istifadə edirəm? Belə bir sual da çıxa bilərdi ortaya. Bunun qarşısını almanın yolu var əlbəttə. Necə yolu var? Baxın elə. Bundan sonra sual işarəsi bunun üçündür. Belə yazırıq. Gəlin görək. Nə olacaq, nə baş verəcək? Belə yazandan sonra namı çap eləyəcəm indi. Null oldu. Çünki value int kimi eləyib number'a mənimsətdim. Lakin o int deyil. Ona görə null olaraq çap olundu. Buna görə əmin deyilsinizsə, həmişə as-dən sonra sual işarəsini yazıb istifadə eləmək yaxşıdır. Yəni ki, A tipi sizə elastiklik verir, amma onunla işləyərkən is və as sual işarəsi ilə diqqətli olmalısınız deyək. Yəni ki, is ilə tipi yoxlayırsınız, as-dən sonra sual işarəsi olanla isə təhlükəsiz çevirmə edirsiniz deyə bilərik. Kotlin-də də bu smart cast xüsusiyyəti adlanır. Bu da gördüyünüz kimi işimizi həddindən artıq rahatlaşdırır əslində bizim. Bu formada dostlar, bugünkü video bu qədər. Növbəti videoda görüşənədək.